Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ağcabədi rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, Gəza rayonunun Salanbəyli kəndi arasında qeydə alınıb. 1986-cı il təvəllüdlü Eldəniz Musayevin idarə etdiyi Naz Lifan markalı minik avtomobil qəzaya uğrayıb. Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin 80-ci il təvəllüdlü Rüstəm Əliyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Xəbər verdiyimiz kimi, dünya şöhrətli aktyor Jackie Chan Tanrının Zirehi 4 filminin çəkilişinə başlamaq üçün Azərbaycana gəlib. Xəbər verilir ki, əfsanəvi aktyorun Bakıda hava limanında lentə alınan görüntüləri sosial mediada yayılıb. Qeyd edək ki, filmdə Jackie Chan yenidən macəraçı Asiya Şahini obrazını canlandıracaq. Tanrının Zirehi 4 filminin premyerasının 2027-ci ildə baş tutacağı planlaşdırılır.